Salam, hörmətli dinləyicilər, sabahınız xeyir. Şəbəkə Bədii İnformasiya proqramında xoş gördük sizi. Bugünkü həmsöhbətiniz Gülbəniz Hüseynlidir. Zəfər tariximizin daha bir möhtəşəm səhifəsi yazıldı. Böyük qayıdışın reallığa çevrilməsinə xidmət edən Qarabağ adlı sərnişin təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş etdi. Əziz dinləyicilər, bugünkü şəbəkəmizi də Qarabağımızla bağlı belə bir xəbərlə açmaqdan duyduğumuz qürur hissini sizinlə bölüşmək istərdik. Beləliklə, verilişimizin bu sayında dinləyəcəksiniz. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın sülhə açılan qapısıdır. Mədəniyyət Nazirliyinin Səhnədən Səngərə layihəsi şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsinə həsr olunub. 8 sentyabr Beynəlxalq Jurnalist Həmrəyliyi günüdür. Qarabağ müharibəsi beynəlxalq aləmə necə çatdırıldı? Azərbaycan xarici jurnalistlərin gözü ilə. Kimlər gəldi, kimlər getdi bu dünyadan, bu dünyadan. Həftəmizin ilk günü, sentyabr ayının 6-sı görkəmli teatr və kino aktyoru, Azərbaycan Radiosunun ən uzun ömürlü verilişi, xalq yaradıcılığı bulağın aparıcısı İlham Əsgərovun xatirə günüdür. Beləliklə, əziz dinləyicilər, efirdə şəbəkə proqramıdır. ...44 gün davam edən 2-ci Qarabağ müharibəsi, həm də o vətən müharibəsi və ya dəmir yumruq əməliyyatı adlanır, qələbə ilə başa çatdı. 30 il ərzində nüfuzlu beynəlxalq qurumların həll edə bilmədikləri, bəlkə də etmək istəmədikləri Qarabağ problemi həll olundu. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Tarixi qələbəmiz 30 illik işğal dövrünün bütün reallığına işıq saldı. Ana Qarabağda daş üstə qalmamışdı. Mədəniyyət abidələri, evlər, hətta qəbirlər belə dağıdılmışdı. Şuşada keçirilən Vaqif poeziya günlərindən ötən şəbəkəmizdə ətraflı söz açmışdıq. Ölkə başçısı Şuşada və Qarabağda aparılan bərpa və yenidən qurma işlərindən ətraflı söz açmışdı. Bəli, biz artıq Qarabağa qayıdırıq və bu böyük qayıdışın növbəti bir addımı da Bakıdan uçan Qarabağ adlı böyük sərnişin təyyarəsinin sınaq reysi keçirərək Füzuli aeroportunda eniş etməsidir və bu şanlı qələbəmizin daha bir uğurudur. Vaqif poeziya günlərinin iştirakçıları Şuşaya zəfər yolu ilə getdilər. Bu yol şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər ordumuz məhz bu yolla Şuşa şəhərinə daxil olmuşdu. Prezident İlham Əliyev bu səbəbdən həmin yolu Zəfər yolu adlandırdı. Bu ilin yanvarında Füzuli Hava Limanının təməli qoyulanda ölkə başçısı demişdi ki, bu hava limanı azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmlidir. Gün o gün olsun ki, Bakı Füzuli reysi bu yurdun sahiblərini öz evlərinə çatdırsın. 30 illik vətən həsrətinə son qoyulsun. İllər öncə Füzuli Dövlət Dram Teatrı haqqında veriliş hazırlamalıydım. Rayon işğal olunduğundan teatr Sumqayıtda fəaliyyətini davam etdirirdi. Bu səbəbdən verilişə mizanı pozulmuş teatr adı vermişdik. Teatrın rəhbəri cavan bir aktyorla redaksiyamıza gəlmişdi. Söhbət zamanı həmin cavan özü haqqında dedi ki, mən fəaliyyətimi dondurmuşam, vətən əldən gedir, onu xilas etməliyik. O gənc aktyorun sonraki taleyi necə oldu demək çətindir. Amma bir həqiqəti bilirəm ki, bu 30 ildə teatr xadimlərimiz cəbhə bölgələrində oldular. Əlinə silah alıb döyüşən mədəniyyət işçiləri də az olmadı. Əziz dinləyicilər, bu yerdə Mədəniyyət Nazirliyinin Səhnədən Səngərə layihəsindən danışmaq istərdik. Layihə şəhid düşmüş qəhrəman mədəniyyət işçilərinin xatirəsinə həsr olunur. Bu həftə layihənin sonuncu buraxılışı Nazirliyin saytında yerləşdirilib. Layihənin müəllifi Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Sarabidir. Leyla xanımdan layihənin qəhrəmanlarından danışmağını xahiş edirik.
Mədəniyyət Nazirliyi ümumiyyətlə şəhid mövzusunu, şəhidlərimizi, qazi qardaşlarımızı həmişə prioritet mövzu olaraq görmüşdür və görməkdə də davam eləyir. Bununla bağlı bir sıra layihələr həyata keçirilir. Layihələrdən biri də Səhnədən Səngərə layihəsidir ki, may ayından etibarən biz bu layihəyə start verdik. Yüzlərlə bizim şəhid qardaşlarımız var. Onların sırasında 8 şəhidimiz də mədəniyyət sahəsində çalışıb. Hər şəhidimizə aid layihəni bir video rolik şəklində təqdim etdik. Ailələrinə getdik, ailə üzvləri ilə, valideynləri ilə tanış olduq. Onların övladları ilə tanış olduq. Onların iş yoldaşları ilə tanış olduq. Çoxu professional musiqiçi idilər. Allah hamısına rəhmət eləsin. Bizim elə gözəl musiqiçi şəhidlərimiz var ki, onlar bəlkə də yaşasaydılar, bundan sonra da daha gözəl bir yaşayıb yaradardılar. Muzeydə çalışan bizim bir qardaşımız, Gəncəli qardaşımız var idi, Hikmət Məmmədov. O da şəhid olmuşdu, Nizami məqbərəsində çalışırdı. Biz onların ailələri ilə, ailə üzvləri ilə tanış olduqca gördük ki, həqiqətən belə bir söz var, bəlkə də şablon kimi səslənəcək. Bütün şəhidlər sanki Allahın seçilmiş bəndələridir. Sanki həqiqətən bu insanları bir yerə toplayıblar. Valideynlər onların xarakterindən danışırdı. İnanın ki, hamısını sanki eyni xarakterdə, eyni mərhəmətdə, eyni gücdə doğulublar. Və bir tərəfdən də mən onların valideynlərinə təşəkkürümü bildirmək istəyirəm. Bəzən deyirik ki, şəhid ailələrinin bizim ziyarətimizə ehtiyacları var. Yox, əslində bizim onları ziyarət etməyə ehtiyacımız var. Çünki belə güclü insanları görmək, onlarla ünsiyyətdə olmaq, inanın ki, adama güc qatır. Bu da çox möhtəşəm hissdir. Rauf Əliyev Tarzən idi. O Qobustan musiqi məktəbində çalışırdı, həmçinin nişanlıydı. O şəhidlik zirvəsinə ucalandan sonra nişanlısı uzun müddət xəstə yatağına düşür. İlk Rauf Əliyev haqqında elədik Səhnədən Səngərə layihəsinin birinci sayı onunla bağlı oldu. İnanın ki, o aurada olmaq, onun nişanlısının hisslərini paylaşmaq çox çətin idi. Sonra bizdə Toğrul qardaşımız var idi, Tural Hümmətov var idi. Son şəhidimizlə bağlı elədik, o bizim mülki şəhidimiz idi. Belə ki, o gedirmiş hərbi komissarlığa könüllü olaraq qoşulmağa, baxmayaraq ki, yaşı da az deyildi, 3 böyük övladı var idi. Mərmi düşür Tərtər rayonunun mərkəzinə və o orada şəhid olur. Onun da, məsələn, övladlarının üzərində necə əsdiyini danışırlar, necə istəyirmiş ki, həm qızları, həm oğlu yaxşı təhsil alsın, ali təhsil alsınlar. Yəni, şəhidlərimiz o qədər gözəl xatirələr var ki, onlarla bağlı, eyni zamanda da kədərli. Xatırladım ki, mədəniyyət sahəsindən olan qazilərimiz də var. Qazi qardaşlarımızın da sayı 10 nəfərdir. Biz onlarla bağlı da artıq zəfərimizin bildiyiniz kimi qarşıdan da anım günü yaxınlaşır. 27 sentyabr yaxınlaşır. Bizim şanlı tariximizin yazıldığı günlər. Bununla bağlı da biz hər həftə düşünürük ki, qazi qardaşlarımızla bağlı video reportajlar eləyək. Yəni, ictimaiyyətimiz onları daha yaxından tanısın. Əziz dinləyicilər, bu süjetdən sonra sizə bir informasiyanı da çatdırmaq istərdim. Məşhur bir şeirdə deyildiyi kimi, torpaq uğrunda ölən varsa vətəndir. Ana Qarabağı, əsir yurt yerlərimizi vətən yapan şəhid və qazilərimizlə fəxr eləyirik. Azərbaycanın əksər rayonlarında şəhid oğullar var, şəhid düşmüş qəhrəmanlarımız var. Onlardan ikisi Emil Kərimov və Elmar Omarovun xatirəsinə anadan olduğu Qazağın 2-ci Şıxlı kəndində Bulaq abidə kompleksi qurulub. İpək yolu üstündə yerləşən həmin kompleks gəlib gedənlərin diqqətini cəlb eləyir və onların ruhuna rəhmət oxuyurlar. Qarabağ savaşında qələbəmizə sevinənlər də oldu. Bu haqq savaşına 1001 don geyindirənlər də, zavallı ermənilərin dırnaqarası vətənindən qovulmasını, çıxarılmasını təbliğ edənlər də. Sentyabr ayının 8-i Beynəlxalq Jurnalist Həmrəyliyi günüdür. 44 günlük savaşda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bizimlə həmrəyliyinin ən gözəl örnəyi CNN Türk kanalının əməkdaşı Hülya Öztürk oldu. Məhz onun bu fədakarlığına görə Azərbaycan Film Kinostudiyası Türkiyənin Dada Yapım şirkəti ilə birlikdə Hülya sənədli filmini lentə alıblar. Filmin çəkilişi artıq başa çatıb.
Heyran Cavadova bugünkü proqramımız üçün Fulya xanımla həmsöhbət olub. Vicdanının sesiyle obyektivliyini yansıtmalı, qəlbinin sesiyle qələmini danışdırmalıdır jurnalist. Mikrofonunda haqqın, ədalətin səsini ucaltmalıdır. Elə haqqın, ədalətin səsini yüksəldib dünyaya duyuran jurnalistlərdən biri də Türkiyəli jurnalist Fulya Öztürk'dür. Beynəlxalq Jurnalist Həmrəyliyi günü bu həftəyə təsadüf edir ki, bununla bağlı 2-ci Qarabağ Savaşında yanımızda olan, mənfur düşmənlərin törətdiyi vəhşilikləri, ən dəhşətli anları çəkib yayımlayan, kədərimizi də, zəfərimizi də bizimlə birgə paylaşan Fulya xanımla birgə həmsöhbət olduq. Fulya xanım, mən sizə əvvəla çox təşəkkürümü bildirirəm vaxt ayırdığınız üçün. Beynəlxalq Jurnalist Həmrəyliyi günü məhz bu həftəyə təsadüf edir və jurnalistlərin həmrəyliyi deyəndə ilk olaraq ağlımıza Türkiyəli jurnalistlər gəlir. Qardaş ölkə Türkiyənin dəstəyi, özəlliklə Qarabağ müharibəsində haqq səsimizi dünyaya duyurması, yəni biz bu anları heç vaxt unutmarıq. Burada özəlliklə siz həmkarımız, məsləkdaşımız Fulya Öztürk bütün qəlbinizlə, cəsarətinizlə bizim yanımızda oldunuz və ayrı bir sevgi qazandınız. Bəli, buna görə sizə xüsusi təşəkkürümüzü bildiririk. Və elə ilk sualım bu barədə olacaq ki, siz könüllü olaraq müharibə dövründə Azərbaycana gəldiniz, çəkimlər etdiniz, mənfur düşmənlərin etdiyi vəhşiliklərə şahid oldunuz. Bax, o anki yaşadıklarınızı necə xatırlayırsınız? Hiç unutmuyorum. Gerçekten neredeyse bir yıl olacak aslında. Bəli, Zafer'in bəli. yıl dönümü geliyor. Ha, inşallah, bəli. Evet, inşallah. Ben Azerbaycan'da yaşadığım o günlerin hiçbir anını unutmuyorum. Ben normalde aslında unutkan bir insanım, biliyor musunuz? O kadar çok hadise, olay gördüm ki. Genellikle böyle çok yoğun şeyler yaşadığım için artık böyle bazen unuttuğum zamanlar oluyordu yaşadığım olaylara, ama çok enteresandır ki Azerbaycan'a dair hiçbir şeyi, hiçbir anı, oralarda geçtiğim hiçbir sokağı, hiçbir evi, hiçbir şey unutmuyorum. O kadar yoğun duygular, o kadar büyük acılara çünkü tanıklık ettim ki ben oradan. Çok zor bir görevdi benim için orada bulunmak, ama ben kendi isteğimle, yüreğimle orada olmak istemiştim çünkü Azerbaycan'da. Çünkü benim çocukluğumdan beri de ilgilendiğim bir meseleydi aslında. Aha. 30 yıldır Azerbaycan'ın gözü kulağı Karabağ'daydı, ama ben de Türkiye'de bu bilinçteydim. Karabağ'ın Azerbaycan'ın kendi öz toprağı olduğu gerçeği, Ermenistan'ın yaptığı vahşeti, Hocalı katliamını, soykırımını, ben geçmişi ve tarihi Azerbaycan'a dair bir Türk kızı, bir Türk milliyetçisi olarak bildiğim ve yakından ilgilendiğim bir konu olduğu için ben zaten kendim görev almak istemiştim Karabağ Savaşı'nda. Dolayısıyla yürekten geldim, yürekten çalıştım. Öleceğimi bilsem dahi dönmek istememiştim oradan. Gözümle tanıklık ettim Ermenistan'ın katliamına, vahşetine, gözünü kırpmadan o masum bebekleri öldürüşüne ben orada gözümle gördüm. Ben susamazdım orada veya soğukkanlı kalarak anlatamazdım. Orası soğukkanlı kalabilecek bir yer değildi. Ben çok savaş gördüm, ama bu kadar şehir merkezlerinin göbeğine, evlerin içine, bebeklerin üzerine bombaların yağdırıldığı bu kadar vahşeti, bu kadar net bir şekilde ben Azerbaycan'da gördüm. Ermenistan'ın vahşi bir zihniyet, bir katliamcı zihniyet, bir vahşi bir devlet olduğunu ben orada haykırmak istedim. Günlerce öleceğimi dahi bilsem ben dönmeyecektim. Oradan dönmeyecektim. Beni arıyorlardı. Fulya, yoruldun mu? Dön. Hani değiştirebiliriz, ekip değiştirebiliriz. Ne durumdasın? Bak psikolojim bozuldu. Hayır. Nereye kadar gidecekse gideceğim dedim ben. Hani bu olay 5 ay sürecekse 5 ay buradayım. Benim için hiç önemli değil. Hani aynı kıyafetleri yıkar giyerim, hiç problem değil demiştim yani. Dolayısıyla o dönem yaşadığım hiçbir şeyi unutmuyorum. Çok şükür ki, ne mutlu ki ben orada zaferi gördüm. O 10 Kasım gecesini hiç unutmuyorum. Yani o kadar
hep yürekten anlatmak istemiştim yayınlarımda. Hiç alelade bir yayın yapmadım. Hatta öyle ki bir gün hatta o basına da yansıdı. Ben otel terliklerimle çıkıp yayın yapmıştım. Yani o kadar geç kalmayalım, hemen yayın verelim diye. Yani çok unutamayacağım şeyler oldu. Ama ne mutlu ki Karabağ, Azerbaycan dedik biz orada, günlerce dedik. Ben çocukluğumdan beri diyordum. Hep bunu bekliyorduk. Ne mutlu ki bana Allah orada onu da nasip etti, görmeyi de nasip etti. Həqiqətən də sizin cəsarətinizi alqışlayırıq, sevginizi alqışlayırıq və hər bir Azərbaycanlı tərəfindən də inanılmaz dərəcədə sevilirsiniz. Çəkimlərdən bəhs etdik ki, elə siz də qeyd etdiniz ki, ən təsirli çəkim o körpənin cansız bədəninə şahid olduğunuz an idi. İnanın ki, yəni mən o anları sosial mediadan göz yaşlarımla izlədim. Yəni qaldı ki, siz onu orada yəni görürsünüz. O ana şahidlik edirsiniz. Yəni necə yəni insan özünü saxlaya bilər, soyuqqanlı ola bilərdi ki, yəni biz belə kadrlardan izlərkən ağlayaraq, göz yaşlarımızla izləyirdik o anları, o dəhşətləri. Evet. O bebeğin ne günahı vardı? O çocuk uykusunda, beşiğinde öldürüldü. Bəli. O çocuğun yüzü, gözü, saçları, kafası, her tarafı kan içindeydi. Buz gibi küçücük eline ben dokundum o bebeği. Oradaki insanlar, kimse soğukkanlı kalamadı ki. Herkes böyle şok içindeydi. O enkazın altından çıkartılan çocukları, bebekleri, o insanları, o kadınları, o pijamaları üstlerinde uyudukları yataklarından cenazelerini çıkarttılar. Buna hangi yürek dayanabilirdi ki? Kim dayanabilirdi? Kim sessiz anlatabilirdi ki? Ve ben o gence saldırısını ben yaşadım. Ben ilk bölgeye giden gazetecilerdendim. Çünkü benim otelimin de hemen yanına atıldı. O füzelerin, belki biz de hedeftik. Ve bölgeye gidiyorum, kan kokusu, patlayıcı kokusu, bağırtı, çağırtı, feryat, figan, her taraf. Yani itfaiye ekibi geliyor, o ağlıyor. Kadın itfaiye erleri vardı orada, polisler vardı, kadınlar. Ben onlarla canlı çekiliş yaptım. Ağlıyordu, konuşmakta zorlandı o vahşeti görünce. Sadece Gence'de değil, Berde'de de aynı vahşeti biz yaşadık. Berde saldırısında da ben, Simerç yasaklı bombalarla saldırdı katliamcı Ermenistan. Ben hayatımda Simerç füzesini ben Azerbaycan'da duydum. Ermenistan yüzünden duydum. Simerç füzesi yasaklı bir bomba, yasaklı bombalarla saldırdılar. Biz defalarca Simerç füzeleriyle saldırdılar dedik. Dünyadan en ufak bir kınama gelmedi. Kim kınadı veya kınamayı geçtik? Bu Ermenistan'ın yapmış olduğu bu vahşeti, bu katliama kim sesini çıkardı? Benim zoruma giden şeylerden bir tanesi de buydu. Dünyanın susmuş olmasıydı. Yasaklanan bombalarla saldırdılar ve Azerbaycan'ın arkasında durmadılar. Türkiye dışında, Pakistan dışında kim durdu? Ukrayna dışında kim durdu? Kimse durmadı. Dünyanın ikiyüzlü oluşunu da gördüm ben Azerbaycan'da. Ama ne oldu? Dünyaya çok büyük bir cevap verildi. Çok büyük bir o zaferle Karabağ'ın kurtarılmış olmasıyla en güzel cevap verilmiş oldu zaten. Bəli, çox şükür ki, yəni həmin bu zəfərimizlə həm şəhidlərimizin və eyni zamanda da o günahsız insanların qanları yerdə qalmadı və zəfər bizimlə oldu və siz də kədərimizə olduğu kimi sevincimizə də şahidlik etdiniz, bizimlə bölüşdünüz. Şuşanın azad olunmasında hətta ilk siz duymuşdunuz. Evet. Bəli. Və Şuşaya getməyi də çox istəyirdiniz və getdiniz də. Gittim. Bəli, Çok Prezident güzel bir Recep coşku. Tayyip Erdoğan səfər etdiyi Evet. zaman cənab prezidentimizlə görüşərkən mən bilirəm ki, siz də oradaydınız və nələr Ya sana yaşadınız? çok enteresan bir şey söyleyeyim mi? Çok garip bir şey söyleyeceğim. Dün gece rüyamda Aliyev'i gördüm. Sabah uyandım. Allah Allah, ben rüyamda Aliyev'le fotoğraf çekiliyor rüyamda. O kadar rüyalarıma bile giriyor Azerbaycan. Dünən sizinlə danışdıq ya, yəqin həm də onun... Belki de onun tesiri. Evet. Fotoğraf çektirebilir miyiz dedim rüyamda. O da benim telefonumu aldı. Dedi ki gel dedi selfie çekelim. Fotoğrafım yok kendisiyle, biliyor musun? Çok İnşallah olar, inşallah mənim də olar. Ben de çok istiyorum. Aliyev'le bir fotoğrafım oldu. Geldik, karşılaştık, konuştuk ama bir fotoğrafımız olmadı. Bəli. İnşallah olur. Hikmət Hacıyev, o da Ay, sizi çok dəyərləndirir. Çok muhteşem bir insan. Muhteşem, mütevazı, çalışkan, sağduyulu, çok kibar. Bir devlet yetkilisi ama halktan birisi gibi. Yani çok özel bir meziyeti var Hacıyev'in. Kendisini çok seviyorum. O da bize hep her defasında çok kibar,
çok güzel yaklaştı. Onun da yeri bende çok özeldir, çok ayrıdır yani. Qarabağ zəfərini də sizinlə birgə yaşadıq və hətta Çırpınırdın Qaradəniz çox sevdiyiniz bir mahnıda onu birgə ifa etdiniz və hətta bir vətəndaşımız da sevincin sizinlə bölüşdü gecə saatlarında. Siz qorxsanız amma yaxşı bir qorxu idi o. Ay nasıl korkuttu beni. Kazandık Hülya Hanım diye. Nasıl bağırıyor? Yaşayan bilir. Bunu biz anlatıyoruz ama onu yaşayan bilir. Bəli, mən özüm də Qarabağda doğulmuşam, Ağdamda. Ancaq ki heç yəni görməmişdim. Ancaq ekranlardan görmüşdüm. Düşünün yəni. Ay, ben 3 kere gittim Ağdam'a. 3 kere. Muhteşem Nə Ağdam. gözəl. Hı-hı. Oralar çok güzel. Muhteşemdi bak. Benim favori yerlerimi sana sayayım. Ağdam ve Şuşa. Ha, əla. Favori. Favorilerim onlar benim yani. Çok Hepsi güzel. çok güzel ama Şuşa özellikle onun havası bile bir başkaymış. Bəli. Hep dedim Şuşa niye bu kadar Şuşa diyor Hı-hı. Azerbaycanlılar. Gidip görünce anladım ki yani Şuşa'nın bu kadar çok hani el üstünde tutulması, bu kadar önemsenmesinin nedenini ben Şuşa'yı gidip görünce anladım. Muhteşem bir bəli. yerde. Və hətta Şuşanın azad olunması hələ rəsmi olaraq yayımlanmamış, siz ilk olaraq duydunuz. Söyledik, ağzımızdan kaçırdık. Kriz oldu ülkede aslında yani. Benim söylememem gerekiyordu, Bəli. söylemiş bulundum. Askerimizin sevinciyle. Bəli. Dedi Şuşa'ya ekmek aparıyoruz. Hı-hı. Ben de bozuntuya vermedim. Allah'ım şimdi ben bunu söylemem mi lazım, söylemesem mi? 30 illik göz yaşının sevincə dönüş hekayəsi. Bu bir film oldu və 8 oktyabr, yəni 8 Ekim tarixində Evet. yayımlanacaq, deyilmi? Yəni Evet, evet. necə bir film oldu? Çəkimlər necə baş tutdu? Çok hızlı bir çekim yapıldı aslında. Belgesel yani bu. Biz Aha. yaşadığımız şeyleri anlattık. Yəni Tabii ki sənədli film. Evet ama bir 40-50 dakikalık her şeyi sığdıramadılar. Çünkü benim orada yaşadıklarımı anlatsam galiba bir 10 gün falan sürer. Sana öyle diyeyim yani. Bu bir 40 dakikaya 50 dakikaya sığdırılabilecek bir şey değildi ama kısa bir şey oldu. Aha. Ama yine de tarihe bir kanıt, bir not düşülüyor bu Elədir. şekilde. Bir de benim bir ricam vardı. Benim en çok sevdiğim Ala Gözlüm Senden Ayrı Geceler. Ay, O kadar bəli. çok severim. Çox Her gözəl gün bir mahnı. dinlerim. Evet. Dedim ki bunu muhakkak ki bu belgeselde, bu filmde olacak bu şarkı muhakkak. Onu koydular sağ olsunlar. Hı hı. Beni kırmadılar. Dolayısıyla güzel oldu. 8 Hı. Ekim'de inşallah yayınlanacak. İnşallah böyük səbirsizliklə gözləyirik. Xeyirli Əlbəttə. uğurlu olsun inşallah. Çok teşekkür Və ederim. Fulya xanım, sizə görə jurnalistə başlıca keyfiyyətlər nələr olmalıdır? Bir kere şu, bu işi önce çok sevmesi lazım. Sevmeden yapıyorsa o işten hayır gelmez. Yani o iş gibi değil. Bunun bir parayla bir karşılığı yok. Bunu Düzgün. yürekten, özünden önce sevmesi lazım. Haberciliği, gazeteciliği, sokakta olmayı, olayların anlatıcısı olmayı. Bu olaydan önce bir keyif alıyorsa, mutlu oluyorsa o işte başarılı olabilir. Eğer ki sevmeden yapıyorsa, zoraki yapıyorsa veya sadece para için yapıyorsa o işten hayır gelmez. Ben çok paralar kazanmadım. Ben çok zengin bir insan olmadım. Ama ben mesleğimi hiçbir bedel karşılığında yapmadım. Ben bu olayın içinde olmalıyım, yaşamalıyım, anlatmalıyım, insanlara duyurmalıyım, buranın sesi olmalıyım. Bu misyonla hareket ettim. Dolayısıyla her gazeteci o misyona sahip olmalı. Ben görüyorum Türkiye'de de var bazı gazeteciler. Yani bu bizim kendimizi ön plana çıkartmamalıyız. Olayı yürekten benimseyip o olayın anlatıcısı olmalıyız. Yani Evet. milyonlara bunu aktaran olmalıyız. Elbette eleştirel de olmalı. Ben çok seviyorum ülkemi, devletimi ama eleştirmemiz gereken bir şey varsa söylemem gerekiyor. Söyledim. O güveni de kazanmak lazımdı çünkü. Yani Evet. gazetecilik zor bir meslek. Ağır sorumlulukları olan bir meslek. Bunu %100 böyle hücrelerinle, kalbinle yapmıyorsa kimse yapmasın. Ben hep onu söylüyorum. Düzdür, tamamilə doğrudur. Və Fulya xanım, sizə yeni verişinizdə də uğurlar diləyirəm. Həftə içi hər gün yayımlanır. Fulya ilə Evet. ümidin olsun. Evet, Bəli, biz də yəni Azərbaycanda da seyr edilir, onu da sizə deyim. Allah razı olsun. Çok Sizden de seviyorum inşallah. sizleri. Fulya Çok xanım, teşekkür ederim. mən sizə təşəkkürümü bildirirəm. Bir daha minnətdaram. Çox sağ olun, var olun. O qədər xoş oldu sizinlə, yəni birə-bir ünsiyyət qurmaq. Ben de çok mutlu oldum. İnşallah sizi təkrar Azərbaycana gözləyirik. İnşallah İnşallah. üzbəüz görüşmək də nəsib olar.
Yuxunuz da inşallah gerçəkləşər rüyanızda. İnşallah olur. Kendilerini çok takdir ediyorum. Hem hanımını hem Sayın Aliyev'i, ailesini, Elədir, Hacıyev'i. bəli. Çok kıymetli insanlar. Onları Hakikaten çok de. çok seviyorum. Gerçekten öyle. Bize orada Azerbaycan'da bulunduğumuz sürece hem ekipleri hem devlet yetkilileri kendi ülkemizden hiç farkı olmadı. Çok güzel ağırladılar. Çox təşəkkür eləyirəm Fulya xanım. Ben teşekkür ediyorum. Var olun, öpürəm sizi. Minnətdaram Ben de. bir daha. Fren bağrıma basıram. Kimlər gəldi, kimlər getdi bu dünyadan, bu dünyadan. Kimlər gəlib getmədi? Tanıdığımız, tanımadığımız söz sənət ustaları, milli mədəniyyətimizin tarixə imza atmış şəxsiyyətləri. Bugün onların yalnız birini yad edirik. Xalq artisti İlham Əsgərovu, görkəmli teatr və kino aktyoru, radio və televiziya tamaşalarında obrazlar yaratmış, bədii qiraət ustası kimi poeziya nümunələrini ifa etmiş sənətkar. Ən başlıcası Azərbaycan radiosunun Səməndər Rızayevdən sonra bulaq dədəsi olmuşdu İlham. İlhamdan sonra Rəşid Səməndər bu rolda çıxış elədi. Günlərin bir günü onlar dünyamızı tərk elədi. Əbədiyyətə uzanan karvana qoşulub getdilər. Karvanınsa nə əvvəli, nə sonu var. Dünya yaranandan bu karvan yol gedir. Şair demiş, nə ömrü acıyır, nə yaşa dünya. İlham Əsgərov 57 yaşında, Rəşid Səməndər 45 yaşında haqqa qovuşdu. Bu günlərdə bulağımızın daha bir itkisini yaşadıq. Onun redaktoru və müəllifi, şair, publisist, senarist Əhməd Oğuz dünyasını dəyişdi. Halbuki noyabr ayında onun 60 yaşı olacaqdı. Qərbi Azərbaycanda dünyaya gəlmişdi. Elinin, obasının, ağsaqqallarının, ağbirçəklərinin sözünü, söhbətini ipə sapa düzüb, bulaq dədənin dili ilə xalqına çatdırmaqdan yorulmazdı. Sən deyir, saydığını say, gör fələk nə sayır. Bulaq adlı söz ağacından bir yarpaq da düşdü. Özü getdi, sözü qaldı. Şahlar şahı qəbul eylə, mən divanə gəlmişəm. Bu fanidən dərsimi alıb, qana gəlmişəm. 7 yerdə, 9 göydə bir ilaha qul oldum. Qızıl Qurandan don geyib bu divana gəlmişəm. Zəvvar olub zikr elədim dünyanın cəfasını. Kölgəsi məndən gen düşdü, sürmədim səfasını. Ömrümü yellərə verdim, bulmadım bahasını. 7 dindən dışqarıyam, bir mana gəlmişəm. Əhməd Oğuz əksi olmaz, sən tək qulun xatası. Dost əlindən şərbət deyin, içdim əcəl badəsi. Urfum bacalar dolanır, cismimdə haq nidası. Bir ölmüşdüm, bir dirildim, bir də cana gəlmişəm. Bu qədər əziz dinləyicilər, bununla da şəbəkə üçün ayrılan efir vaxtı sona yetdi. Hamınıza xoş ovqat, xeyir soraqlı günlər diliyirik. Proqramın rejissoru Leyla Qarayeva, müəllif aparıcı Gülbəni Hüseynlidir. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.